və gətiriblər bəzi zəif hədislər. Bunun üzərində hansı ki, o hədislərin mənası səhihdir. İndi zikr edəcəyim hədis mətincə zəifdir. İsnadca zəifdir daha doğrusu, mətincə yox, sənədcə zəifdir. Lakin mənaca hədis səhih hədisdir. Abdullah ibn Yazid Dəməşqi deyir ki, məni Əbu Darda, Əbu Umamə və Vasilə ibn Əsqa radiyallahu anhum, həmçinin Ənəs ibn Məlik radiyallahu anhum, onlar deyirlər ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm bizim yanımıza çıxdı və biz isə mübahisə edirdik dini məsələlərdə. Fəğadibə ғadaban şədidə, çox şiddətli bir şəkildə qəzəbləndi. Ləm yəğzab misləhu thumma intiharna. Belə qəzəblə heç vaxt bunu qəzəblənən görməmişdik. Yəni Allah Rasulunu sallallahu aleyhi və səlləm. Sonra biz dayandıq, yəni mübahisəni saxladıq. Fəqalə ya ümmətə Muhammed, dedi ey Muhammedin ümməti. Yəni özünüz üçün nə üçün od qalıyırsınız? Nə üçün öz aranızda od qalıyırsınız? Məyər siz bununla əmr olundunuzmu? Yəni Allah Teala məyər bunu mu sizə əmr etdi? Məyər mən sizə bundan çəkindirmədimmi? Əgər bilmirsiniz ki, sizdən qabaqçılar elə buna görə həlak oldu. Sonra dedi ki, tərk edin mübahisəni, çünki onda zərrə qədər də olsun xeyir yoxdur və ya onda zərrə qədər xeyir ola bilər. Yəni zərrə qədər az xeyri ola bilər deyə mübahisə etməyin. فَإِنَّ نَفْعَهُ قَلِيلٌ, onun faydası azdır. وَيَهِيجُ الْعَدَاوَةَ بَيْنَ الْإِخْوَانِ, o qardaşlar arasında ədavət yaradır. Və sonra deyir ki, tərk edin mübahisəni. Həqiqətən də mübahisə edən mübahisənin fitnəsindən əmin qalmadı. Yəni mübahisə edən mübahisənin fitnəsində düşə bilər. Və sonra buyurdu ki, tərk edin mübahisəni. Həqiqətən də mümin mübahisə eləməz. Və tərk edin mübahisəni, həqiqətən də mübahisə edənin həsrəti qurtarmaz.